Ürəyin birdən sürətlənir. Nəfəs almaq çətinləşir. Əllərin tərləməyə başlayır. Başın gicəllənir və sən düşünürsən, görürsən mən ölürəm. Xeyr, sən sadəcə panik atak keçirdirsən. Bəs bu narahatlıq xəstəliyidir, yoxsa hamının başına gələn bir şeydir? Bugün bu sualın cavabını birlikdə tapacağıq. Bu videoda öyrənəcəklərimiz nələrdir? Birincisi, narahatlıq nə vaxt xəstəliyə çevrilir? İkincisi, narahatlıq pozuntularının növləri hansılardır? Üçüncüsü, panik atak nədir və niyə baş verir? Dördüncüsü, müalicə yolları nələrdən ibarətdir? Əgər hazırsınızsa, başlayaq. Ən əvvəlcə bir şeyi aydınlaşdıraq. Narahatlıq tamamilə normal bir hissdir. İmtahandan əvvəl narahat olmaq çox normaldır. Mühüm bir görüşdən əvvəl gərginlik hiss etmək, bu da çox normaldır. Əslində, az miqdarda narahatlıq bizə kömək edir. Bizi hazır tutur, diqqətimizi artırır. Bəs narahatlıq nə vaxt problemə çevrilir? Bunun üçün 3 işarə var. Birincisi, narahatlıq real təhlükəyə uyğun deyil. Yəni, heç bir səbəb olmadan gündə dəfələrlə narahat olursan. İkincisi, narahatlıq keçmir, uzun müddət davam edir. Üçüncüsü, həyatını pozmağa başlayır. Evdən çıxa bilmirsən, işinə cəmləşə bilmirsən, yata bilmirsən. Bu 3 işarə birlikdə varsa, artıq narahatlıq pozuntusundan danışırıq. Desiyim 5-ə görə ümumiyyətlə, narahatlıq pozuntularının bir neçə növü var və gəlin hər biri haqqında qısaca tanıyaq. Birincisi, ümumiləşmiş narahatlıq pozuntusu, ingilis dilində GAD, yəni Generalized Anxiety Disorder. Bu, hər şeydən narahat olmaq deməkdir. İş, pul, sağlamlıq, ailə, gələcək. Narahatlıq bir mövzudan digərinə keçir, dayanmır və ən azı 6 ay davam etməlidir ki, diaqnoz qoyula bilsin. Əzələ gərginliyi, yuxu problemi, tez yorulmaq, bunlar da əsas əlamətlərdir. İkincisi, panik pozuntu. Gözlənilmədən gələn şiddətli panik ataklar. Panik atak zamanı ürək döyüntüsü, nəfəs darlığı, ölüm qorxusu hiss edilir. Amma panik atak təhlükəli deyil. Sadəcə bədənin həyəcan sistemi yanlış işə düşür. Panik pozuntuda insan növbəti atakdan qorxmağa başlayır. Bu qorxu özü həyatı məhdudlaşdıra bilir. Üçüncüsü, sosial narahatlıq pozuntusu. Buna bəzən sosial fobiya da deyilir. İnsanların qarşısında danışmaqdan, mühakimə olunmaqdan həddindən artıq qorxmaq, utancaqlıqdan fərqlidir. Çünki bu qorxu həyatı ciddi məhdudlaşdırır. İş görüşməsinə gedə bilmirsən, dostlarınla toplantıya qatıla bilmirsən. Dördüncüsü, spesifik fobiyalar. Müəyyən bir şeydən həddindən artıq irrasional qorxu. Hörümçək, uçuş, iynə, yüksəklik, fobiyada qorxu real təhlükəyə uyğun deyil. Və insan bu qorxudan qaçmaq üçün həyatını dəyişdirir. İndi isə panik atakdan daha ətraflı danışmaq istəyirəm, çünki ən çox sual aldığım mövzulardan biridir. Panik atak nə zaman baş verir? Buna baxaq. Bədənin təhlükə var siqnalı verir, adrenalin artır, ürək sürətlənir, nəfəs sürətlənir, əzəllər gərginləşir. Bu döyüş və ya qaç reaksiyasıdır, yəni fight or flight. Amma problem budur ki, real bir təhlükə yoxdur. Bədənin yanlış həyəcan siqnalı verir və bu fiziki hisslər o qədər şiddətlidir ki, insan ölürəm və yaxud da ki, dəli oluram düşünür. Panik atak orta hesabla 10 dəqiqə davam edə bilir. Maksimum 20-30 dəqiqə. Amma keçirmir, hər zaman keçir. Bunu bilmək, panik atakı zamanla çox kömək edir. Bəs narahatlıq pozuntuları niyə yaranır? Yenə biopsixososial modelə baxacağıq. Birincisi, bioloji amillər. İnsanlar bəzi problemləri, sinir sistemi daha doğrusu bəzi insanlarda həssas olur. Amigdala, beynin qorxu mərkəzi daha reaktiv işləyir. Genetik meyil ola bilər, ailədə narahatlıq pozuntusu varsa, risk hər zaman var. Psixoloji amillər, uşaqlıqda öyrənilmiş düşüncə tərzi. Dünya təhlükəlidir, mən öhdəsindən gələ bilmərəm inancları, keçmiş travmatik təcrübələr, sosial amillərdə stresli olan mühit, münaqişəli münasibətlər, iqtisadi çətinliklər, qeyri-müəyyənliklər və dəstək sisteminin zəifliyi. Ən vacib xəbər isə burada bunu qeyd edə bilərəm ki, narahatlıq pozuntuları müalicə olunur və çox yüksək uğur nisbəti ilə. 2 əsas müalicə yolu var. Birincisi psixoterapiya, xüsusilə CBT, yəni kognitiv davranış terapiyası narahatlıq üçün çox effektivdir. Düşüncə tərzi dəyişdirilir, qorxuya məruz qalma texnikaları tətbiq edilir. Daha sonra isə qəbul və öhdəlik terapiyası da çox faydalıdır. Narahatlıqla mübarizə əvəzinə onunla sülh qurmaq öyrədilir. İkincisi, zəruri hallarda dərman müalicəsi.
psixiatr tərəfindən təyin edilir. Terapiya ilə birlikdə istifadə edildikdə nəticə daha effektiv olur. Özünə kömək üçün isə nəfəs texnikaları, xüsusilə diafraqma nəfəsi, müntəzəm fiziki aktivlik və yuxu rejimi bunlar əsas dəstəkdir. Amma bir çox halda terapiyanın tam yerini tuta bilmir, əvəz edə bilmir. Bugün öyrəndiklərimizi xülasə edək. Birincisi, narahatlıq normal bir hissdir, amma uzun sürən, həyatı pozan, irrasional narahatlıq bu artıq pozuntudur. Təşviş pozuntusu, panik pozuntusu, sosial narahatlıq, fobiyalar hamısı müalicə olunur. Panik atak keçir, həmişə keçir və kömək istəmək güc əlamətidir, zəiflik deyil. Əgər bu videodakı əlamətlər tanış gəldisə, bir psixoloqa danışmağı düşünün. Növbəti videoda isə depressiyaya keçəcəyik. Kədər nə vaxt xəstəliyə çevrilir, klinik depressiya necə tanınır, bunlardan danışacağıq. O zamana kimi isə abunə olmağı unutmayın. Görüşənə qədər.